Cəmaət, hər vaxtınız xeyir olsun. Deməli, yolla gələm. Baxıram ki, hər maşını keçdikcə hansı avtomobili ki, ötmə əməliyyatı yerinə yetirirəm, o avtomobil mənə nəsə belə arxadan işıqla belə işarə eləyir də, yəni miqat eləyir bizim dildə, şoferin dilində desək. Yəni işıqlarını yandırıb söndürür, nəsə demək istəyir. Başa düşmürəm. İndi gəlmişəm, məhəlləyə çatmışam. Düşmüşəm. Baxıram ki, mənim arxa işıqlarım yanır. Arxaya getmə, işıqlandırma işıqlarım yanır. Burada isə məndə parkingdir. Maşında parkingdədir, görürsünüz də, ya getmir. Belə bir nasazlıq var avtomobilimdə. Mənim də zəhləm gedir faraların nasazlığını tapmaqdan. Zəhləm gedir. Amma neyniyək ki, yəni yarpız gəlib düz yuvasının dilində bitir də. Heç nə də, yəni bunu düzəltmək lazım. Belə olmaz, cəmaatı kör eləyə bilmərik, həm də bu qanun pozuntusudur. Bir də belə bir şey hiss eləmişəm. Bax belə. Bax. Görürsünüz, bunu o günlərdə video çəkəndə gördüm, amma arxadakı stop far belə deyək də, arxa işıqların yanmasına fikir verməmişdim. Bax görürsünüz necə belə. Bax, bu da yanır. Buna deyirlər, bizim dildə qısa qapanma. Geçsiniz, gəlib çatmışam da qaraja. Gedək, girək qaraja, baxaq görək nə edirik. Gecənin bir aləmi. İnşallah BCM-dən olmaz. BCM-dən olsa heç də qanım qaralacaq. Getdik. Girəldim qaraja. Zəhləm gedir işıqları düzəltməkdən. Üzürü sayısız alab özümə görə. Gəlin bu qapıları bağlayaq ki, cəmaatın evinə vurmasın da işıq. Axşam özümü işə açdım. Olur. Deməli belə. Başlayaq. Bizdə burada arxa işıqlar yanır. Yəni işıqların hamısını söndürə görə onlar hələ yenə də yanır. Necə söndürür? Hə, belə, bitdi. Aha, yanmır. İndi qabaretləri yandıraq. Yəni, bu avtomatdır. Qabaretlər budur. Amma içəridə bu yanmır. Arxalarda söndü. Belə. Ümumi işıqlandırma. Yəni, yaxın vuran işıqlar. Yaxın vuran işıqlarda yanır. Gözəl. Zibilə keçmişik. Deməli belə. İndi mən necə biləm ki, bu dalnidə yanır, yoxsa yox? Dalnidə də yanır. Divara vurur. Amma prekrüşət eləyib çeviricini dalniyə qoyanda, orada lampa yanmayanda, burada da işıq yanmır. Məntiqlə belə başa düşürəm ki, burada hansısa lampada problem var. İndi onu tapmaq lazımdır. Arxa stoplarda da yoxsa qabaq. Arxa stoplarda olmaz, çünki dalniyə vuranda axı arxa stoplar yanmır. Gəlin skayneri qoşum, rahat işləyək də. Yer gəlmişkən təzə skayneri almışam. Hani mənim skaynerim? Deməli, yeni skayneri almışam. Onu qoşum, baxaq görək, oradan idarə etmə funksiyası var. Sizi inandırım, mən bu avtomobilə bəlkə həyatımda ikinci dəfə qoşub, bir dəfə qeyri yoxlamaqdan ötürü qoşulmuşdum. Bilmirəm. Kim istəsə bu skaynerdən təşkil edə bilərəm. Pad 5 altında işləyir, X-Pad 5. Yaxşı işləyir. Avtomatik idarə etmə.
Qoşulaq. Koreya deyil. Avtomobilim 2013-cü illərdir. 2013-dür. Kruzum var. Belə. Bilməzdim ki, bu həftə siz üçün öz avtomobilimi çəkəcəm. Özdə belə bir nasazlıq. Xoşum gəlməyən. Mühərriklə oynamaq xoşdurum. Deməli belə. Skan eləyək sistemi. Baxaq görək sistemi nə göstərir. Baxaq bəlkə hər hansı bir şeydən şikayət eləyəcək avtomobil. Düzdür, düzdür. Niyə belə oldu ki? Nə yaman? İşə düşdü. BMW deyil, yam yaşıldır. Amma yox, bir dənə nasazlıq var da, yəni hardasa görməlidir. Amma yox, görməyəcək. Çünki lampalar yanır da, yəni lampaların yanması kimi bir problem yoxdur axı. Amma əslində görməlidir, yəni parkingdə olur, arxa işıqlar yanırsa bu artıq problemdir də. Nəysə. Yam yaşıldır. Yoxdur heç nə. Deməli, indi biz nə edirik? İndi biz faraları tapaq. Faralar. Faralar harda olar? Bortda olar da. Testirivanye privoda. Lokallaşdıraq da, yəni arxanı heç olmasa ayırmaq şərti ilə. Gabarit, faralar. Getdik. Bax öyle faraları qoşa bilir avtomobil. Buradan. Qoşa bilir. Getdik arxaya. Vəssalam. Aha. Deməli belə. Yanır. Düzdür. Ayıraq. Ayırdıq. Deməli, ümumi faraları qoşanda, deyəm, dəqiqə. Arxalar yanmır. Arxalar yanmırsa, deməli bu nəticə qabaqdakı faralardan. İndi bir dənə uzaq işıqları da bir dənə qoşaq. Bizdə burada var mı uzaq işıqlar? Dальний свет farı var. Aha. Baxaq qabağa. İşıqlar yanır, yanmır. Aha, yandı. Burada da yandı. Deməli ki, nəticə ümumi qısa qapanmadır. Arxanı çıxdım. Bu stoplarda deyil problem. Lokallaşdırdıq, qabaqdadır. İndi nə edə bilərik? İndi biz tək-tək ayıra bilərik ümumi faranı. Bir nəfəsə çəkir amma. Gəlin ümumi faranı ayıraq. Bu motorxana heç vaxt açmır amma. Bir dəfə sveçə çıxardıb Toyota qoymaqdan ötürü açmışdım. Deyən çoxu qoyum. Nə olardı ki, Lexus bura bir dənə fısıltıdan düzəltsəydi. Amortisatırdan. Hə. Deməli belə. Gəlin bunun lampasını ayıraq. Lampanın yanındakı faran. Lampası hardadır qardaş? Bu nətər ayırır? Gözün bir də. Böyle gedək bir yerdə də. Bir nəfəsə çəkirik durmadan. Hərdən birdən
Belə həvəsim düşür bir nəfəsə çəkməyə. Çəkək də. Özümə danışıram, mən qarajda tək əmək qardaş. Düzdür, maşınla danışıram, sizlə danışıram. Mən buranı niyə o tərəfə ayırdım ki? Nəysə çəkdim. Aha. Deməli biz də burada nə olmalıdır? Bunu ayırmalıyıq. Bura nə qəşəng əl rahat girir. Ayırdıq. Bura mənim üçün belə bir LED lampa qoyublar. Adı nədir? Vatsar. Yox əş. Biri yanmır. O birisi yanır. Bu da yanır. Getdik o birisini ayırmağa. Bunu taxaq da yerinə. Bunu taxaq yerinə mən işi yarımçıq qoymağı xoşlamıram. Səsinə baxayım. Bu harada da? Ha, bu da buradadır. Baxım görüm ora. Girir. Yəni qabaqdan olacaq. Çünki arxa yanmayanda da yanır. Halbuki bəlkə də heç buna dəxli yoxdur, amma yenə də lokallaşdırmaq lazımdır. Mən qısa qapanma tapmalıyam. Mənim də avtomobilimdə Çin istehsal ancaq bu var. Ayırdım, söndü. Stop. Fara. Bu da söndü. Gedək baxaq. Öncə piribara baxaq. Nə qəşəng. Nə qəşəng. Nə gözəl. Tak. Lampa yandı. Gavarit. Bunlar da söndülər. Aha. Tapmışıq deyəsən. Gözlə görüm. Ay səni sibil. Gör maşınımı nə günə qoyub. Qoşuram. Aha, qoşdum. Gəldi yenə. Aydındır. Çin istehsalı zirzibil maşınımı belə eləyib. Heç nə da neyniyə bilərik? Biz belə bir prosedur eləyək. Arxa stoplar, bunları ayırım ki, heç olmasa qabaqdan işıqsız qalmayayım da. Onu indi ayırıb sürən deyiləm ki. Onlar da indi səhərdə bir gündə alıb birini dəyişərəm də. Bir dənəsini satmırlar, ikisini alarım. Burada görün məndə varsa dəyişəcəm. Yoxsa heç nə. Hələlik bunları ayıraq. Görüm lampaların arasında var, indi baxarım. Belə, yəni bu təmiri də belə gördünüz. Təmiri deyəndə ki, nasazlığın aşkarını hələ təmir eləməmişim. Mən sizə onsuz da nasazlığın aşkarını göstərəm də həmişə. Siz də öz avtomobilinizdə belə lokallaşdırıb tapa bilərsiniz. Avtomobilin belə deyək də nasazlığını. Yenə də deyirəm, mən fara, qapı, belə şeylərlə oynamıram. Məsələn, bu mənim vaxtımı aparır. Belə şey. Mən bundansa bir də mühərrikin hər hansı bir hissəsini diaqnostik eləsəydim, ondan yaxşı idi. Belə, yolda qalmayın.